Özünüzü təqdim edeyim. Qarabağ müharibəsi Qarabağ müharibəsinin qaçısı İsmail Beyşən ardından olur. Görürəm Şəfə kəndində yaşayıram. Bura niçin gəlmisiniz? Bura gəlməyimizin səbəbi budur ki, bizi görürəm elə bir Şəfə bələdiyyəmiz Alik müəllim bizi elə bir dənə torpaq göstərdi. Mən orada obyekt tikdirdim. Bir 7-8 min. Yəni bütün şəkilləri zətləri də var. Siz təqdim edin. Yəni bir dənə oranı tutturdu, sonra dedi ki, sağ bir dənə başqa yerdən yer verəcəyik. Yenə də həmənki qaydada 8 min pul koymuşam yerimə torpağa. Elə bir üstünə tikirik. Bugünkü gündə də deyirdi, elə bir sənətinizi verəcəyik, bunları çıxardın. Gəlmişik, daşımdan elə bir əmlakdan sənəti almışıq. Bütün sənətləri işıq idarəsindən elə bir o şeye düşürdü 10 metr məsafə. O da sağ olsunlar işıq idarəsi də bizə görə elə bir gətirib salyançalır şeylər çəkdi, elə bir şunurlar çəkdi. Allah hamısının balasını, kim bizə dəstək olur, Allah hamısının balasını saxlasın. Bizim bələdiyyədən problemimiz odur ki, yəni bu bizdə bütün torpaq həraca çıxacaqsa da bunu bizə əvvəlcədən deyərdi. Biz o torpağın təyinatını dəyişdirməzdik. Bizi bu boyda allatmaq olmaz. 7000 mən qazi olaraq qampul olan adamam. Qampulumu mənim xaçlatmaq olarmı? Daşa, quma, sonra dağıtdırmaq olarmı xanım? Nə qədər müddətdir bu problemi yaşayırsınız? Bu problem 2020'den mən o siyetində belə yazılmışam. Mənlə prinsipə görə ki 2024-cü ildə mənim ev o siyetinə salıblar. Mən 3 ailə ilə bugünkü gündə kirədə yaşayıram. Ya dədəmin qapısında qalıram 1 ay, 2 ay. Biraz aramızda münasibət pozulanda dədə dağına da, yəni bugünkü gündə qardaş-qardaşla dalaşır, evdə ünsiyyət biraz psixoloji durumlarımız yerində deyil. Azərbaycan Respublikasının prezidentinin tərəfindən də 5 dənə medalın tərtib olunmuşam. Azərbaycan elə bir Şuşa faytəyə baxalım. Mən indi ikinci yerimizdə göstərdi bütün sənətləri çıxartdırdıq. İndi həmən sənətdə biz indi həraca çıxartmalılar bizə verməklə ötəri. Bizdə həraçda öz adamıdırmı Alik müəllimin? Alik deyəndəki Rıza Məmmədov öz adamıdır, kimdir? Yəni öz almaq istəyi yeri bilmirik. Adam salır, sağ olsun keçmiş bizim başçı Elvin müəllim. Elvin müəllim onların hamısını gördü faktları və bu həracı dayandırdı. Həracı dayandırdı ki, yəni gördü ki, başqa adamlar girir həraca, yəni udmaq istəyirlər. Sağ olsun da bizim əməyimizi, bizim qampulumuzun indiki də İlqar müəllim. Allah onun balasını saxlasın. Vallahi billahi indiki də icra hakimiyyətimiz də sağ olsun. Bir dənə bizim bu bələdiyyə, bələdiyyədən bizim narahatçılığımız yəni daimidir. Bələdiyyə nə üçün sizə qarşı belə problemlər yaşadır? Mən də onu deyirəm. Səbəbi nə göstərilir? Bəlkə də mən onun qohumuna küllatmışam olur da. Vallahi billahi deyirəm, yəni insanlıqda bəlkə qohum olub orada, inciyib məndən, küsübdür. Vallahi mən bunu indiyənə kimi əmidən, dayıdan, oğlumla bir sinifdə oxumuşam. Həmişə yaxınlaşanda müəllim, əmi, ay dayı, sağ qurban olum. Və ora dağıldı, 7000 elə getdi. Və buranın nətər olacaq? Narahat olmayın, problem yoxdur. Sənətləriniz yerində, qaydasında olacaq. Bugünkü gündə də əmlakda deyirlər ki, yalnız sizin sənətləri hərrac yoluna verə bilərik. Hərrac yoluna da bizdən başqa adamlar qoşulur. Neçə nəfər qoşulurlar həraca? Həraca biz 3 dəfə vətəndaşlıqda, məsəl üçün bizdə qanunla hansı torpaqda, hansı regionda 5 ildən artıq yaşayırsansa da, orada sənin üstünlüyün var da, torpaqsa satılarsa. Amma buradan gəlir Şəmkidən şəhid ailələri, məsəl üçün Gəncədən qazilər, qarşıya girirlər müsabiqəyə. Bu işi torpağı tanımırlar. Deyirəm, torpaq harada yerləşir də heç bilmirlər. Qazi deyir onu. Qazi ilə qazini üz-üzə qoyurlar. Şəhid ailəsi. Şəhid ailəsindən soruşuram, anam, sağ qurban olum, sən başına dönüm. Mən orada balamın, öz qan pulumu da sənin oğlum mən. Nə fərqi var ki? İndi mən belə gəldim, sənin oğlun da belə də. Mən canlı şəhidəm, hər gün yaşayıram o şəhidliyi. Başa baxın, mən başa düşürüm. Mən Azərbaycan Respublikasının prezidentindən mən köməkli istəyirəm. Mənə dəstək olsun, mənə kömək olsun. Mən bugünkü gündə başlardan mən 280 manat mənim uşağımdan, 280 manat mənim maaşımdan pul qalır. 280 manatdan 3 dənə uşaq saxlamaq olar mı? Kirədə yaşayan adam üçündür. Hayır, 2 ay evdən mən, yəni görəm boğuluram, belə deyim də, yəni vallahi billahi də heç kimdən indiyənə kimi yardım almamışam. Heç kimdən heç qəbul eləmərəm. Mən dövlətim var olsun. Allah ali başkomandanınızı qorusun. Mən heç kimdən heç nə yardım almamışam. Vallahi billahi deyirəm. İş bələdiyyənin özü, mən xəstə olan vaxt 100 manat kimə pul qoyub qaytarıb vermişim. 2 manat torpaq verib bir sot, mən ailəmi dolandırım. Mən yarımcan adamam, mən gözümün nurunu vermişəm vətən üçün. Əlim quruyur, ayağım 3-cü qrup ömürü gəlirəm. Mən sadəcə olaraq prezidentimizdən xahişim odur ki,
bizim səsimizə səs versin. Özünüzü təqdim edin. Temrazov Mehdi Elşadoğlu. Göycə rayon Üstəpə kəndində yaşayıram. Özüm 44 günlük müharibə qazisiyəm, 3-cü qrup əlil. Özüm 3-cü qrup əliləm, Qarabağ qazisiyəm. Bədənimdə 39-dan çox askol var, ciyarıma qədər. Heç nədən xanım, sizdən xahiş edirəm ki, yəni artıq dərəcədə bir dənə bizim bu müraciətimizi aidiyyatı olan orqanlara, aidiyyatı olan hansı ki icra hakimiyyətidir, bələdiyyədir, bunlara bildirilsin. Göycə rayon icra hakimiyyəti sağ olsun, köməkliyini göstərir lazımi qədər. Amma mənim narazılığım, mənim şikayətim Göycə rayon Üstəpə kənd bələdiyyəsindəndir, kənd sovetindəndir. Bildiniz nətər, nə demək istəyirəm? Kənd bələdiyyəsi faktı bildiniz nətər? Yəni orada biz obyekt tikdirdik. 3-4 ildir yəni bu münaqişələr gedir. Bildiniz nə demək istəyir? Nətər münaqişələr gedir? Yəni borca xərcə girdik. Orada bir obyekt tikdirik. Günü bu gün oranın nə sayğacını, nə qaz linasını, nə işıq linasını, heç hasını çəkdirib. Yəni orada heç bir iş görə bilmirik. Obyekt nədən ibarətdir? Obyekt hal-hazırda quru tikilmiş obyekti üstü örtülüdür, aynası, qapısı qoyulubdur, amma heç bir şey bildiniz nətər, yəni eləcə də qalıb, dayandırılıbdır. Çünki heç bir iş görə bilmirik. Nə işıq sistemi var, nə qaz sistemi var. Borca xərcə girmişik, biz də kasıb insanlarıq, indi bunu araşdırılası olsa yenə bilinəcəkdə, yəni Göycə rayon Üstəpə kəndində yaşayırıq. Adım Temrazov Mehdi Elşadoğludur. Özüm də qaziyəm. Yəni bunu bir dənə xahiş edirəm, yəni sizdən artıq dərəcədə bunu bir şey eləyərdiniz, işıqlandırardınız, bunu aidiyyatı olan orqanlara, aidiyyatı olan insanlara yəni yönləndirərdiniz ki, yəni baxsınlar, görsünlər ki, yəni günü bu gün Qarabağ qazisi nə vəziyyətdədir. Vallahi billahi yəni həqiqətən çox pis çıxılmaz bir vəziyyətdəyəm. Mən ilk gün düşdüm 44 günlük müharibədə, dədəm ürək xəstəliyi tapdı. Hal-hazırda ürək 19% işləyir. Bir otaqlı evin içində qalmışam xanım, bildiniz nə demək istəyirəm. Vallahi billahi deyirəm. İndi etap Allah millətimizi, dövlətimizi, xalqımızı qorusun, Allah prezidentimizi qorusun. Yəqin etap bu şeylər olunar. Amma ki, mənim yəni şikayətçi olan, mən yəni bələdiyyədən şikayətçiyəm. Kənd bələdiyyəsindən. Bizi Allahdır, sənədlərin hamısını, bütün Bakı şəhər salmanın müsbət rəyinin, torpağı müsbət rəyinin alınmasıdır. Onda gəldi, bizi göndərdi ki, gedin sənədlərinizin dalından, gəldik xəstə canımızdan, gəldik ora müsbət rəyini aldıq. Əmlak komitəliyinə getdik, orada müsbət rəyini aldıq. Dövlət reestr xidmətindən getdik, müsbət rəyini aldıq. İcra hakimiyyəti, köhnə icra hakimiyyətimiz var idi, Elvin Paşayev, Allah onun balasının canını sağ eləsin, Allah ona uzun ömrü, can sağlığı versin, yaxşı insan idi. O adam bizə çox köməklik elədi, hansı ki bu tikilişlə bağlı da bildiniz nətər. Yəni köməkliklər olundu icra hakimiyyəti tərəfindən, köməkliklər olundu, maddi dəstəkliklər olundu, amma ki kənd bələdiyyəsi faktiki yəni bizim başımıza hal-hazırda oyun açır. Xahiş edirəm bu haqda bir tədbir görəsiniz.